Bunlar Natiqin son şəkilləri. Dursun ana onları ilk dəfə görür. Ne zulümdü çekilse galiba. O 5 gün oradaydı kaldın Aybal. Ondan sonra ne verdiler sana neydi? Dağlıq Qarabağda general Balasanyan ilə müsahibəmiz zamanı ondan münaqişə dövründə əsirlərlə necə davranılmasından danışmasını təkidlə xahiş etdik. Biz Sarsininin Natiqin əsir götürülməsi və erməni hərbiçiləri tərəfindən dindirilməsi zamanı çəkdiyi şəkilləri generala göstərdik. O əsrin tanış gəldiyini, lakin Natiq Qasımov adını xatırlaya bilmədiyini söylədi. Bu ad doğrudan da yadımda deyil. Ancaq bizim əsirimiz kimi qeydiyyata alınmış kiminsə sonradan yoxa çıxması qeyri-mümkündür. Məndə belə bir məlumat yoxdur. Bununla belə general Sarsininin çəkdiyi fotoşəkillərdəki erməni əskərlərindən bir neçəsini tanıdı. Bu ikisi mənim əskərlərimdir. Bu, bir də bu. Amma bu şəkil yadıma gəlmir. O tərəfdəkilər də mənim əskərlərimdir. Ancaq biz Natiqi yəqin ki təhvil vermişik. Özü də təkcə Natiqi yox, elə hamısını. Mən sonraki vəziyyətə görə cavabdeh deyiləm. Əgər öldürdüklərimiz olubsa da onların nəşini təhvil vermişik. Mən əgər sözünü vurğulamaq istəyirəm. Çünki biz öldürməmişik. Maraqlıdır ki, general sorğu zamanı düz Natiqlə üzbəüz əyləşən və xüsusi nəzərə çarpan gənc zabiti deyəsən tanımadı. Bu haqda heç bir məlumatım yoxdur. Heç bir məlumatım. Heç nə deyə bilmərəm. Sonra biz istefada olan polkovnik leytinant Romik Mixiteryanla görüşmək üçün Ermənistan paytaxtı Yerevana yollandıq. O da müharibədə iştirak edib və ermənilər tərəfdə döyüşmüş zabit həmkarlarının bir çoxunu tanıyır. Natiqi dindirən gənc zabitin şəklini ona da göstərmək qərarına gəldik. Ümid edirdik ki, Romik onun kimliyinə işıq salmaqda bizə yardım göstərəcək. Onun dediyi